səsməni Bayramımız mübarək. Hepinizə belə bayramlara çıxasan. Ramazan bayramıdır, bahar bayramıdır, münasibətlə təbrik edirlər Allah səni. sizə kömək olsun. Sən qazi olubsan, bizim 2-ci Qarabağ döyüşlərində müharibə veteransan. Biz də səni dedik ki, bir təbrik edək. Allah sağ eləsin. Çox sağ ol, təşəkkür edirəm mənim. Bu kiçik maliyyə yardımı da az da olsa, çox Çox sağ ol olsa mənim, Allah razı olsun. qəbul edir. Çox sağ ol mənim, təşəkkür edirəm, Allah razı olsun. Çox sağ ol. Gedək evə qonaq Yox, sağ ol. mənim, valla. Allah canı sağ olsun. Çox sağ ol mənim. Bayram təbrik edirəm. Sizdən var. Allah razı olsun. Dolanım boynuna Qarabağımda. Bayramın boyunca burada görürsün. Yaxşısan mı? Yaxşıyam. Bayramın boyunca. Səndən də. O gün gördüm, xəstəxanadaydın. Başçıdaydım. Bakıdaydın. Dövlətimiz sağ olsun, baxır sənə. Azdan çoxdan. Mən də gəlmişəm Ramazan bayramı münasibətilə səni təbrik edirəm. Bəzi xeyirxah insanlar da var, öz yardımlarını göstərirlər. Mən də sizləri unutmuram, onların da. Yəni bu işlərdə Allah kimləri... Leyli kəndində balalarını saxlasın, yaxşı olanlarını. Sən də Allaha razı etsən. Bu əziz ki, bu bayram balalarıyla özünü yaxşı eləsin. Demək, bu indi nəsə alıb gətirmədik, amma özün nə istəyərsən, az da olsa, çox da olsa, həmişə mən sən, mənim, belə deyim də, ürəyimdəsən, indi bazardığımız qədər biz də sənin yanındayız. Allah elənlərinə rəhmət etsin. Bayramın mübarək bir də. Sənlə belə, sənlə. Sağ ol. Sağ ol, Allah kömək. Sağ ol. Dolanım boynuna Qarabağımda. Düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gənc yaşımda. Gəl boyuna qurban, ay vətən ol. Bayramı təbrik edirəm. Təxlimizsən, tamam. Bilirsən ki, həmişə ürəmdəsən sən, mən çox istəyirəm. Sən bizim təxlimizsən, qadirliksən. Bayramı təbrik edirəm, Ramazan bayramı, Novruz bayramı. Bu maliyyə yardımını da qəbul edəm. Nədir, azdır, çoxdur. Yenə də mən özüm üçün yaxşı. Başı yuxarı tutamışam, sən bizim təxlimizsən. Başa düşdünmü? Sən ən yüksək zirvədəsən, bunu bil. Yaxşı, bir daha bayramı təbrik edirəm. Sağ ol, Allah razı olsun. Dolanım boynuna Qarabağımda. Gel boyuna qurban, ay vətən ol. Şuşa yaylağını siz duman aldı. Kar bülbülünün gözləri doldu. Topxana meşəsi saçını yoldu. Gel boyuna qurban, ay vətən ol. Nətənsən? Var bir ki cevap verə. Və məni yandıran odur da. Allah şəfa versin. Allah şəfa versin. Məni yandıran. Heç vaxt biz bunu da unutmuruq. Həmişə nəzdimizdədir. Denən niyə belə qoyursan bunu? Belə qoyuram birdən ora bura gedir. Bələdiyyə olaraq, insan olaraq, qonşun olaraq. Sağ ol, qurban ol. Heç vaxt mən bunu yadımdan çıxartmaram. Bu da bizim
Qardaşındır, əlimizi əzindir. hər zaman yanındayıq, dəstəyik. Yəni Allah şəfasını versin. Allah dövlətimiz də var eləsin. İnşallah indi əlilliyi ilə bağlı ikinci qrupdur. Birinci qrupa da ərizə verərik. İnşallah dövlətimiz, aidiyyatı qurumlar da ona baxar. Bu əlillik barəsində də bir dəyişərlər. İkini bir edərlər. Bir daha bayramımızı təbrik edirəm. Sağ olun. Allah şəfa versin. Neçə belə illərə çıxar. Allah şəfa versin. Bu yəni balaca bir yardımımızı da Yardımı dünən gətirdin yox, də. heç olmaz. Ay Yox, bu da dünən elə gətirdin belə. də yardım. Sağ ol. Yenə deyirəm, həmişə nə köməklik lazımsa yanındayıq. Hər dəqiqə burada. Bax bu da soruşur, göndərtirir, aparır. Sağ olsun. Deyirəm lazım deyil, ay bəhmə, valla istəmirəm, mən o yardım istəmirəm. Mənim balama heç nə olmayır, valla istəmirəm. Bizim borcumuz. Şey səndən göz toxsan deyir, niyə istəmirsən? Deyirəm, valla mən istəmirəm. Bilirəm, eşitmişəm. Hətta sənə yardım da veriblər, belə yığılıblar, götürməyibsiniz. Siz bilirəm ki, qürurlu anasınız, tək uşağınıza baxırsınız. Bizim də borcumuz budur. Bizdən borcumuz budur ki, biz azdan çoxdan sizə dəstək olaq. Yanınızda olaq və ürəyimiz həmişə də bu evdədir. Mənim şəxsən evdə... Elə bu həyata ki, girirsiniz, bunu adını alıb girirsiniz. Elə bilirəm ki, mənim balım otağım başqadır. O bəsdir. Valla maddiyyat, zat, heç nə mənim sözümdə. Dövlətimiz də var olsun, prezidentimiz İlham Əliyev də var olsun. Həmişə bizə köpçələrində deyir ki, əlillərin, şəhid əlillərinin yanında olun. Biz də bacardığımız qədər dövlətimizin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Sağ olun. Sağ olun. Allah istibar eləsin. Bir daha bayramınız var. Çox sağ olun.